Ümumiyyətlə insan niyə güclü bağlanır? Bir neçə səbəbi var. Məsələn, beynində bir obraz qurur. Meyarlar seçib, qadındırsa kişi üçün, kişidirsə qadın üçün və o obraza uyğun, o meyarlara uyğun bir kəs olanda o insanı başlayır ideallaşdırmağa. Baxırsan ki, misal üçün öz həyatı maraqsızdır, istəyir o insanla öz həyatına maraq qatsın. Qarşı tərəfdə gör ki, onun həyatı özünə maraqsızdır, yəni sənin həyatın özünə maraqsızdırsa, sən tək özünlə sıxılırsansa, həyatını dolu yaşaya bilmirsənsə, qarşındakı sənə görə sənin yerinə nə etməlidir? Tək qalmaq qorxusu da burada rol oynayır. Ümumiyyətlə heç kəsi ideallaşdırmaq lazım deyil. Hər kəsin səhvi olur, hər kəsin müəyyən minusları olur. Yaşadıqlarından nəticə çıxarmaq, istəyin daxilində olan mexanizm nədir? Niyə görə bu insanı istəyirsən falan. Bunları çözəndən sonra artıq bu hissləri, bu prosesləri çözəndən sonra sənə daha da rahat olur münasibətdə.